Salam hər kəsə. Əgər musiqi nəzəriyyəsi fənnini mənimlə birlikdə öyrənmək istəyirsinizsə, onda düzgün ünvandasınız. Gəlin keçək yeni dərsimizə. Yeni dərsimiz çox, yəni bu bölmənin əhəmiyyət daşıyan mövzularından biridir, əsas mövzularından biridir. Bu arada bölməmizin son mövzusudur, şərti ölçülər. Deməli, 8 şərti ölçümüz var. Öncəliklə bunu deyim ki, biz sizinlə keçmişdik. Əsas ölçülər çox əvvəlcədən keçmişdik. Biz hardasa 8-9-cu dərslərimizdə keçmişdik. Nə keçmişdik orada? Notları keçmişdik. Bütöv, yarım, çərək, 8-lik, ta 64-lüyə qədər. Onların not cəhd üzərində yazılışını, pianoda göstərilməsini və sair hamısını tam və dəqiq şəkildə izah eləmişdim. Bugün isə şərti ölçüləri keçəcəyik. Nədir şərti ölçülər? Şərti ölçülər, yəni adından da göründüyü kimi əsas ölçülərin müəyyən hissələrə bölünməsi nəticəsində əmələ gəlir. Məsələn, deyək ki, çərək notdur, onun müəyyən bir hissəyə bölünməsi nəticəsində əmələ gəlir. Birinci şərti ölçümüz, dediyim kimi 8 şərti ölçümüz var. Birinci şərti ölçümüz trioldur. Triol nədir? Hələ bir ki, əsas not uzunluğunun bölünməsindən əmələ gələn ritmik qrupdur. Necə? 3 rəqəmi ilə qeyd olunur olmalı. Yəni ki, 3 not yanbayan olmuş olur da. Bildiniz? Bütöv notdur, bölünür, 2 dənə yarım not, sonradakı 3 dənə bu və sonda əmələ gəlir trimol. Yəni görə bilərsiniz şəkildə. Amma 3 nə olur da? Bu bütöv notun bölünməsindən əmələ gəlib 3 dəfə. İkinci, kvintol. Kvintol nədir? Əsas ölçünün bütöv sayının 5 hissəyə bölünməsidir. 5 hissəyə bölünmə nədir? Yəni ki, əsas ölçü, əsas notu götürürük biz. Müəyyən hissələrə bölürük. Bir dənə əsas not deyil, bütöv notda əsas not deyəndə bütöv notu nəzərdə tuturam. Gördüyünüz kimi kvintola baxın, ikincidə yumru bərabərdir. Yəni 5 yazılır. 5 not. 5 not olmuş olur. İstənilən not olsun, 5 not olmuş olur. 5 dənə sayılır və belə hesablanır. Və sekstol da var. Sekstol da 6 hissəyə bölünməsidir. Nə əzbərləyin? Şərti ölçülərin adını, bir də neçə hissəyə bölün onu. Bu artıq burada not yazısını, yəni əzbərləməyə ehtiyac yoxdur da. İndi sizdə testdə, test bankında, imtahanda sizdə belə şeylər düşməyəcək də. Sizdən notlar düzdür veriləcək də, yəni ki, sadəcə belə şəkildə verilməyəcək, əsər daxilində veriləcək. Siz oradan tapacaqsınız. Baxacaqsınız ki, 6 not yanbayan verilib. Deməli, bu nə olacaq? Görəcəksiniz ki, sekstol deyə bir variant var. Sekstolu nişanlayacaqsınız. Yəni, əsas ölçü 6 hissəyə bölünür də, 6 rəqəmə qeyd olunur. Septol 4-cü şərti ölçümüzdür. 7 hissəyə bölünməsindən əmələ gəlir. Pianoda göstərməyə ehtiyac yoxdur. Yəni, nə ehtiyac var axı? 5-ci novemoldur. Novemol yazılışı biraz fərqlidir. Necədir? Novemol demişdik ki, 8 əvəzinə 9 hissəyə bölünməsidir. Novemol əsas bütöv notun 8 hissəyə bölünməsi, 9 hissəyə bölünməsi 9 rəqəmi ilə göstərilir. Yəni ki, 8 yoxdur da burada. Keçdi oranı, atladı, keçdi 8-i. 7-dən 9-a. Bu siz elə, yəni elə əzbərləməyin ki, 6 7 dərəcə 8 gələr. 5 6 7 8 gördünüz ki, elə 4-ü qoymadılar. Onları qoymadılar. 8-də yoxdur burada. Yəni ki, novemolda necə olur? Biz keçmişdik də sizinlə notları. Notların üzərindən xətt olur. Elə ki, not keçəndə necə keçmişdik? Biz 2 dənə yazılma üsulu olmurdu. Demişdim ki, bax, bütöv not, yarım not keçəndə, ümumiyyətlə də 64-lük çərək not falan keçəndə elə demişdim də. Yəni ki, 2 dənə yazılış olur notların. Eyni şeydir. Yəni ki, onları zaten çoxdan bilirsiniz siz. Bu da ki, yəni dediyim kimi 9 rəqəmi ilə göstərilir. Bu qədər. Davam eləyək. 6-cı işarəmiz desimolla 10 hissəyə bölünməsidir. Baxın, necə deyirsiniz bunu? Trimolu keçin dedik ki, əsas not uzunluğunun bölünməsindən əmələ gələn ritmik qrupdur. Kvintola keçəndə dedik ki, əsas ölçünün bütöv sayının 5 hissəyə bölünməsi. 5 hissəyə bölünməsi, yəni ki, 4 əvəzinə 5 hissəyə bölünməsi.
Bildiniz? Çünki 3 idi axı, bayaq 3 idi axı. Ona görə bu belə deyilir. Sextol 6 hissəyə bölünməsi, 4 hissənin yerinə 6 hissənin bölünməsi. Boşluqlar yaranana tutaq ki, mən sayıram 1, 2, 3, 5, 6, 7, 9, 10. Burada necə deyəcəm mən? Burada dedim 1, 2, 3'ü dedim. 3'dən sonra 4 yoxdur. 5 var. Mən 5'ə belə ad verəcəm ki, 4 əvəzinə 5. Düz 4 əvəzinə 5 hissəyə bölünməsi. 6 gəlir sonra. 6'a deyəcəm ki, 6 rəqəmi gələndə. Yəni ki, sextolda da deyəcəm ki, 4 əvəzinə 6 hissəyə bölünməsi. Septolda deyəcəm ki, 4 əvəzinə 7 hissəyə bölünməsi. Amma ki, novemolda 7-dən sonra 8 gəlir ha. Rəqəmləri sayanda bilirsiniz rəqəmləri zaten. 7-dən sonra 8 gəlir. Amma 8 heç bir şərti işarədə yoxdur da. Novemolda septolda, novemolda da 4-cü, 5-ci şərt ölçü. Septolda 7 hissəyə bölünür. Novemolda 9 hissəyə bölünür. 8 yoxdur. Mən 7-yə qədər dedim ki, 5, 6, 7 dedim ki, 4 əvəzinə 5, 6, 7 hissəyə bölünməsi. Keçdim septoldan da qutardım. Keçdim novemola. Deyəcəm ki, 9 hissəyə bölünmə. 8 hissə əvəzinə 9 hissəyə bölünmə. Arada boşluq yaranmışdı. Axı 9 8-ə yaxın. Niyə 4-də? Təbii ki, 8-ə. Ona görə 8 hissə əvəzinə 9 hissəyə bölünmə deyəcəm. Sonra desimal 6-cı işarəmiz 8 hissə əvəzinə 10 hissəyə bölünmə. Artıq burada 10 hissəyə bölünmə. Yəni ki, 10 dənə not olurdu. Bu qədər sadə. Rəqəm 10 olur. Dual. Dual nədir? Dualda biraz fikir verməlisiniz. Buna dualda not nöqtəli olur ha. Nöqtəli notun 3 hissə əvəzinə 2 hissəyə bölünməsi. Gördünüz necə dəyişir hər şey? Nöqtəli not biz keçmişdik. Bax, necə keçmişdik o dərsin? Biz belə keçmişdik. Nöqtə, liqa, bir də səhv eləmirəmsə fermata. Notların uzunluq dərəcəsini, bəli, notların uzunluq dərəcəsini artan işarələri keçəndə demişdim ki, əgər notun qarşısında nöqtə qoyulubsa, onda bu not öz yarısı qədər artacaq. Bütöv notdursa, bütöv notdan sonra yarım not gələcək. Çeyrek notdursa, çeyrekin qabağında qoyulubsa, 8'lik not deməkdir bu. Yəni ki, nöqtə işarəsi o deməkdir. Bu da eynən belə olacaq da. Baxın, indi burada bütöv not verilib ha. Bütöv not qabağında da nöqtə ilə verilib də. Bütöv not qabağında da nöqtə. 2 oradan 2 not yazılır. Niyə 2 not? Çünki elə 2 qatıdır da. Elə də nəzərdə saxlaya bilərsiniz. Bir bütöv not ola bilər, bir yarım not, 2 qatı. Elə belə də nəzərdə saxlayın ki, nöqtəli notdur. Bərabərli 3 isə əzbər də saxlaya bilərsiniz. Onu məntiqlə oradan da tapa bilərsiniz. Amma əzbəri saxlasanız daha asan olar sizin üçün. Onu tapmaq biraz çətindir. Çünki əlaqəsi yoxdur dərsimizlə də. Yəni ki, işi qatla əlaqəsi yoxdur. Yəni ki, həm deyək ki, bütöv notdur, həm yarım notdur. Nöqtə olanda bütöv not yarım not olurdu axı. Özü qədər bir qədər artırdı axı. Bir vahid artırdı ona görə. Yox, amma elə yadda saxlamayın. Necə sizləri saxlayın, necə rahatsa elə öyrənin. Amma ki, məsləhətçi qaydaya əsasən nöqtəli notun 3 hissə əvəzinə 8 hissəyə bölünməsi kimi yadda saxlasanız daha yaxşı olar. Ən axırıncı da ki, kvartoldur. Nöqtəli notun 3 hissə əvəzinə 4 hissəyə bölünməsidir. Yenə nöqtəli not. Deməli biz nə öyrəndik? Yəni ki, 3 əvəzinə 4 hissəyə bölünməsi 3 yenə atıldı burada. Tamam, 3 atıldı. Deməli, biz bugün sizinlə öyrəndik. Trimol, kvintol, sextol, septol, novemol, desimol, dual və kvartolu öyrəndik. Bunlardan trimol, kvintol, sextol, septol, novemol, desimol. Bunlar necə idi? Nöqtəsiz notlarla yazılanlar idi. Dual və kvartol isə nöqtəli notlarla yazılanlar idi. Yəni ki, hələ əsas ölçülərdəki kimidir də. Yəni şərti ölçülərdəki bir not sayına, hər not sayına daha doğrusu bərabər pauzalardan istifadə etmək olur da. Hər not sayına bərabər pauzalardan. Necə oldu? Baxın, burada 3 dənə sayılır. Halbuki birinə pauza qoya bilərsiniz ha. Bu da sayılacaq. Mən tutaq ki deyirəm ki, septol deyirəm 5 notlu. Orada nə edəcəm mən? 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci deyil. Tutaq ki 4-cünü əvəz elədim pauza ilə. Heç olmayacaq, heç dəyişməyəcək. 3-cünü əvəz elədim pauza ilə. Tutaq ki gələcək də not, pauza, təzədən not. Amma 5 dənə olacaq. Yəni əvəz eləmək olar pauzada. Pauza işarələrində çoxdan keçmişsiniz. Bəli. Bugünlük dərsimiz bu qədər. Əgər dərsi və videonu bəyəndinizsə, onda kanala abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun, gələn dərslərə qədər.